Salam əziz tamaşaçılar, xoş gördük hər birinizi. Laf TV-nin efirində müzakirə vaxtı sizinlə mənəm Ləman Ələşrəf qızı. İsrailə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib. Bunu İranın Xarici İşlər Naziri Abbas Arakçı Əl-Ərabiyyə Əl-Cədid nəşrinə verdiyi müsahibədə bildirib. Biz bu texnologiyalara çox şey sərf etmişik deyib. Alimlərimiz qətlə yetirildi, xalqımız sanksiyalara tab gətirdi, bizə müharibə sırıdılar. İranda heç kim bu proqramdan əl çəkməyəcək. Bu proqram həmişə MAGATE-nin nəzarəti altında olub deyə Arakçı vurğulayıb və nazirin sözlərinə görə İranın nüvə proqramı milli qürur məsələsinə çevrilib və onu dayandırmaq cəhdləri yalnız əks nəticə doğuracaq və yeri gəlmişkən MAGATE-nin adını çəkdi. Əziz tamaşaçılar, bu Beynəlxalq Atom Enerjisi Agentliyidir bilirsiniz və hazırda demək İran parlamentində artıq qanun qəbul olunub, MAGATE ilə iş dayandırılır. Yeri gəlmişkən bunu da diqqətinizə çatdırım. Yəni, heç kim İranın nüvə yolundan döndərə bilməz deyə Arakçının bu təhdidinin ardınca deməli, xüsusilə hər kəsi bir sual maraqlandırır. Doğrudan da İran bu yolu davam etdirəcəkmi? Qarşı tərəf olaraq ABŞ və İsrail qələbələrini qeyd edirlər. Bilirsiniz ki, Netanyahunun bir açıqlaması var. Biz qələbə qazandıq deyib öz cəmiyyətini inandırmağa çalışır. Eyni zamanda ABŞ prezidenti Donald Trump'ın da açıqlamaları maraq doğurur. Hərçəndi iki nüfuzlu deməli media orqanı, onlardan biri New York Times'ı, digəri isə CNN-dir. Trump'ın kefinə bir qədər soğan doğrayıb. Çünki onlar yazıblar ki, ABŞ deməli İranın nüvə obyektlərini vura bilməyib, yəni sarsıda bilməyib. Və belə fikirlərdən sonra təbii ki, Ağ Evin açıqlamaları var. Həm Ağ Evin rəsmiləri, eyni zamanda prezidentin özü ötən gün qəzəbini gizlədə bilməyib və onlar düşünürlər ki, bəli, İranın nüvə obyektləri sıradan çıxarılıb. Və əslində, əziz tamaşaçılar, yəni mənzərəni mən demək olar ki, bu şəkildə cizə bilmişəm, amma soruşacağım daha maraqlı məsələlər var ki, onları da yəni post-müharibə təhlili kimi əlbəttə efirimin qonağı olan Abutalib Səmədovla müzakirə edəcəm. Hər birinizdən verilişimizi lütfən bəyənin və paylaşın ricasını edirəm və qonağımı salamlayıram. Siz də bəyənin, biz də sizin bəyənəcəyiniz bir söhbəti əminəm ki, reallaşdıracağıq. Abutalib müəllim, xoş gəlmişsiniz. Təşəkkür edirəm. Deməli, mən həqiqətən də belə heyrət içərisində bu hər gün oxuduğumuz xəbərlərin belə deyək də, həm də bir, necə deyim, həm də eyfariyasındayım. Açığı baxıram, deməli, 3 qalib var, 3 qalib. ABŞ deyir, mən də qalibəm. İran deyir, mən də qalibəm. Dünən qələbə meydanında hətta o qələbəni də qeyd edirdilər. İsrail deyir ki, mən də qalibəm. Yəni, 12 günlük, belə deyək, əgər adını müharibə qoymaq olarsa, 12 günlük bir müharibədən 3 qalib ayrıldı. Bu mümkündür ümumiyyətlə. Yəni, müharibənin bir məğlubu da olmalı da, istənilən halda. Burada məğlub kimdir sizcə? Şübhəsiz ki, İran. İranı deyirsiniz. İran məğlubdur və bunu nə qədər çalışsalar da, hər halda biraz dürüst olsalar yaxşıdır. Çünki İsrail ola bilsin ki, tam məqsədinə çatmadı. Amerika Birləşmiş Ştatları da istədiyini axıra qədər eləyə bilmədi. Ancaq İran çox böyük zərbələrə məruz qaldı. Və bu problem nədən yarandı? Əvvəlcə bir onu aydınlaşdırmaq lazımdır ki, niyə İrana hücum eləmək qərarına gəldilər? Aprel ayının 12-sində Amerika Birləşmiş Ştatları İranla danışıqlara başladı. Omanın vasitəçiliyi ilə. Deməli, bunlar üzbəyiz oturmaq istəmirlər. Hələsi bir otaqda oturur. Omanın Xarici İşlər Naziridir. O otağa gedir, bir söz götürür, bu birisinə gəlir, çatdırır. Yəni, bu cür yöndəmsiz bir danışıq aparıblar. 5 danışıq özdə. 60 gündə vaxt verib Trump. Aprelin 12-sindən başladı. Siz deyən kimi 5 raund danışıqlar getdi. Tələb nə idi? Amerika Birləşmiş Ştatları deyir ki, İran nüvəni zənginləşdirməməlidir. Bundan əvvəlki 2015-ci il razılaşmasında İranın nüvəni zənginləşdirməsinə icazə verilmişdi. Ancaq yalnız atom elektrik stansiyaları üçün 3,67%. İndi deyir ki, tamamilə zənginləşdirməməlisə. Niyə bunu deyir? Çünki məlum olur ki, İran 60%-ə qədər zənginləşdirib və 408 kiloqram
60% zənginləşdirilmiş uran var. Sual eləyir. Atom elektrik stansiyaları üçün 3,7%-dən artıq ehtiyac yoxdur. Dərman preparatları üçün 20% zənginləşdirməyə ehtiyac var. Niyə 60% zənginləşdiribsən? Məqsəd nədir? Deyirsən ki, mən nüvə silahı istəmirəm. Nüvə silahı üçün 90% tələb olunur. Və buna da 2-3 həftə vaxt lazımdır. Niyə 60% özü də hardasa 10 nüvə başlığının istehsalı üçün kifayət eləyəcək qədər sən zənginləşdiribsən? Bunu nəzərə alıb, məsələ qoydular ki, İran daxilində nüvəni zənginləşdirən obyektlər olmamalıdır. Nüvə xaricdə zənginləşdirilməlidir. Oradan İrana gətirilməlidir ki, nəzarət eləmək mümkün olsun. Burada da 2 variant təklif elədilər. Ya hansısa ölkədən alıb, Moskvanın misal üçün Rusiyanı təklif elədilər. Yaxud regional konsorsium yaradılsın. Ərəb dövlətləri də bunu istəyirlər. Bölgədə bir konsorsium yaransın, Amerika da bura daxil olsun, MAGATE də bura daxil olsun, zənginləşdirilsin və hamı istifadə eləsin. Bundan yaxşı, nə təklif edirlər? İran qəbul eləmədi. Yox, bu mənim şərəf məsələmdir deyir. Mən özüm zənginləşdirməliyəm. İndi də deyir də, Araqçıba indiki açıqlaması. İndi sən axı şərəf məsələsi deyirsən, 60%-də qalxırsan. Hətta dedilər ki, bəzən 80% zənginləşdirmə ehtimalı da var. Bu şəraitdə təbiidir ki, biz də maraqlıyıq. Azərbaycan olaraq biz də istəmirik ki, İranın nüvəsi olsun. Nüvə silahı olsun. Biraz raketləri inkişaf eləyib, arada bizi də hədələyirdilər. Balistik raketlərlə vurarıq deyirdilər. İndi nüvə silahı olsa nə edir? Ona görə biz də maraqlıyıq ki, İran daxilində olmasın. İranın daxilində 2 deməli nüvə zənginləşdirən obyekt var. Biri İsfahan yaxınlığında Netenz şəhəridir. Natanz da bəzən yazılır, ancaq Netenz şəhəridir. Biri də Fordodur. O da deməli Qum yaxınlığındadır. Və hədəf də belə oldu. 60 gün tamam oldu. Ultimatumu əməl eləmədi İran. Danışıqları, o şərtləri qəbul eləmək istəmədi. Və 6-cı raunda getmədən İsrail əməliyyata başladı. Ancaq İsrailin o qayalıqda yerləşmiş, deyək ki, o Fordodakı müəssisəni vurmaq şansı yoxdur. Çünki çox dərindədir, hardasa 80 metr dərində və üstəlik qayalıq altındadır. Yəni razılaşdırılmış idi mi sizcə İsrail bunu ABŞ-la razılaşdı? Çünki ABŞ-dan belə dedilər, gah dedilər razılaşdırılıb, gah dedilər xəbərimiz yoxdur. Razılaşdırılmışdı Trampla danışandan sonra başladılar bombalamağa. Yəni niyə 6-cını gözləmədilər? Biraz cığallıq olmadı mı bu belə baxanda? Çünki 5 raund danışdılar, gördülər ki, İran... Axı 6-cı görüş də heç olmasa 6-da da razılaşmasa o halda başlayırdı. Bəyanatlar verməyə başladılar ki, yəni biz mövqeyimizdən çəkilmək fikrimiz yoxdur. Yoxdursa 6-cıya nə ehtiyac var? Və indi də müəyyən bəyanatlar verirlər, ancaq mən hesab edirəm ki, İran başa düşür ki, buna getmək olmaz. İndi təsəvvür edin. Netanz şəhərindəkini vurdular. Yerin üstündə olan obyektləri dağıtdılar, biraz da xətər yetirdilər. Ancaq təbii ki, tamam sıradan çıxarda bilmədilər. Fordo qalmışdı. Amerika Birləşmiş Ştatları da deməli elan elədi ki, hələ 2 həftə vaxt verdik, 2 gün keçməmiş 14 bomba atdılar. 13.5 tonluq B-2 bombardıman təyyarələri ki, bu yalnız bunlar Amerika Birləşmiş Ştatlarında var. Və dalbadal eyni deməli nöqtəyə Fordonu bombaladılar və çox ciddi xəsarət yetiriblər, bu şübhə doğurmur. Tam sıradan çıxardıblarmı? Mübahisəlidir. Ancaq indi hərdən deyirlər ki, güya ki, orada heç bir İrana zərər dəymir. Bu təbii ki, yalandır. Kifayət qədər zərər dəyib. Üstəlik, elan edirlər ki, biz artıq o 60% zənginləşdirilmiş uranı çıxardıb başqa yerə aparmışıq. İndi ölkə xaricindən çıxardıblar, yoxsa ölkənin daxilindədirmi? Bu da başqa bir sualdır. Bax, belə bir vəziyyət. İsrail təbiidir ki, kifayət qədər zərər vurdu İrana. Və təsəvvür eləyin, İsraildə bu bombardımanlar nəticəsində, bu raket hücumları nəticəsində 28 nəfər ölüb. İranda 5000-ə yaxındır. Dağıntıların həcmi də müqayisə oluna bilməz. Çünki İranın atdığı raketlərin hardasa 90%-ni vurub salırdılar. 10%-i təqribən keçirdi. Ancaq İranın hava hücumundan müdafiə sistemi yoxdur. Hətta Rusiyada dedik ki, biz sizə təklif eləmişdik. Dedik, sizin hava hücumundan müdafiə sisteminizi quraq, özünüz istəmədiniz. Həqiqətən də bütün deməli Tehranın üstü, digər şəhərlərin üstünü nəzarətə götürdülər, istədikləri kimi də dağıtdılar. Ona görə məğlub təbiidir ki, İrandır.
Və qələbə niyə keçir o zaman? Qələbə dünən bütün günü şadyanalıq idi. Yəni o daxildəki təlatümdən qorxurdum sizcə. Təbii xalqı necə anlatsın? Bir sual olunar ki, mən niyə bu faciələri yaşamalıyam? Mən niyə qorxu altında olmalıyam? Nəyin naminə? Biz nəyə nail? Əgər nüvə silahı istehsal eləmək istəyirsinizsə, de başa düşün. Abdal bəy, niyə belə deyək də, bax, məsəl üçün ona o yasağı qoyan, tutaq ki, İsraildə nüvə silahı var, niyə tutaq ki, ABŞ-da olmalıdır, niyə qonşusunda tutaq ki, Rusiyada olmalıdır? Mən də bilirəm ki, İran üçün yəni təhlükədir. Yəni, dünya doğrudan da, belə deyək də, yəni, əgər tutaq ki, Şimali Koreyada Kim Çin-ın əlində nüvə silahı varsa, bir mollanın əlində olması ondan mı təhlükəlidir sizcə? Yox, elə onun əlində olmasından qorxuya düşdülər. Onun davranışı, mən sizə bir şey deyim, ağıllı dövlətlərin, normal dövlətlərdə nüvə silahının olması o qədər təhlükəli deyil. Misal üçün, Hindistanla Pakistan bir-birinə qarşı hücumlar elədi, ancaq heç birinin ağılına gəlmədi ki, nüvə silahını desin ki, istifadə eləyərəm. Eləmədilər də. Hələ Rusiyanın özü, mən biraz hisslədim, siz çəkingənlik elədiniz. Çünki Rusiyanın özü 4 ildir Ukrayna ilə müharibə aparır, amma təhdidlər var, amma nüvə istifadə olunmaz. Yəni... İndi deyirsiniz, sabah tutaq ki, İran, nə bilim, tutaq ki, İsraillə və yaxud digər bir, tutaq ki, İraqla bir müharibəyə girsə, o dəqiqə nüvə istifadə edəcəkmi sizcə? Hər halda bu qədər... İran rəsmilərinin bəyanatları daha çox Şimali Koreya liderinin bəyanatlarına oxşuyur. Hərbə zorba, hədə qorxu gəlmə. Bizim özümüzə nə qədər hədə qorxu gəldilər. Yəni, normal, kimlə görün, baxın, bir dövlətlə normal münasibətləri var mı? Heç kim müdafiə eləmədi. Və bugün də İranın tutduğu mövqe heç kim müdafiə eləmir. Sənin nüvə silahın olmamalıdır deyirlər. Çünki sən özün 1968-ci il müqaviləsində qol çəkibsən, öhdəlik götürübsən və fitva da veribdir dini rəhbər ki, biz nüvə silahının əleyhinəyik. Onda niyə sən genləşdirirsən 60%? Niyə? Sənə lazım olan 3.7%, bir də 20%lik dərmanlar üçün lazımdır. Yəni, İranın davranışının izahı yoxdur. Ona görə mən hesab edirəm ki, məğlub İrandır, mütləq olmasa da qalib gələn İsrail və Amerika Birləşmiş Ştatlardır. Ancaq bundan sonra nə ola bilər? Əsas o addımlar göstərəcək ki, bu 12 günlük müharibə nəyə yaradı, nəyə xeyir oldu? Deməli, əziz tamaşaçılar, verilişimizi lütfən bəyənin və paylaşın. Yeri gəlmişkən bizi 400-dən çox insan canlı yayımda izləyir. Daha doğrusu 500-dən çox insan. Lütfən rəylərinizi də yazın, çünki rəylərinizə də ehtiyacımız olur. Bəzən sizin rəylərinizi də oxuyuruq. Mən məsəl üçün, deməli, əvvəlindən verdiyim sual, yəni ki, İsrail və ABŞ İranda öz hədəflərinə çatdı mı sualına, yəqin ki, Abdal müəllimdən daha dolğun bir cavab istəyəcəm. Niyə? Çünki orada bir çox məsələlər açıq qaldı və belə bir göydən düşmə bir atəşkəs razılığına gəldilər, hansı ki, bir hüquqi sənəd halında deyil, yəni bu sənəd yoxdur ortalıqda. Bu atəşkəs hər anda pozula bilər, yəqin ki, yəni yeri gəlmişkən elə dünən gecə artıq Rəşdə pozuldu. Yəni biz xəbərlərdə oxuduq ki, Rəşdə düzü hansı ölkədən uçması müəyyən olunmadı, amma Rəşdə məsəl üçün PUA-lar peyda oldular və PUA-lar uçuşdular, onları zərərsizləşdirdilər. Bu da ölkədə bir qədər yenə də təbii ki, həyəcanı artırır. Baxmayaraq ki, deməli, İranın hava məkanı artıq tamamilə açılıb, amma bilmirəm, oradan nə qədər təyyarələr artıq ürəklə uçacaq. Ötən gün yazdılar ki, hava məkanı açılandan sonra bir Dubay reysi, səhv eləmirəmsə, bir reys uçuş həyata keçirib. Amma məkanı özü hələ belə bir qorxu altındadır deyilənlərə görə. Bu hədəflər, məsəl üçün, İsraildir və ABŞ-dır. Sizcə tamamilə hədəfə çatdı mı, geri çəkildi, yoxsa nə baş verdi ki, dərhal, deməli, Trump hətta belə yazır dünya mətbuatı ki, İsrailin baş naziri Netanyahunun üzərinə qışqırıb, İsraildən olsa bunu davam etdirəcəkdi. Hərçənd bu da sual altında da belə deyirdilər ki, İsrailin də bunu həyata keçirmək üçün imkanları tükənir. Yazırdı media ki, onun da imkanları tükənir. Təbii ki, ABŞ olmadan İsrail bunu həyata keçirə bilməyəcəkdi. Sizcə nə baş verdi ki, birdən-birə, yəni bunu dayandırdılar 12 günün ərzində? Hədəflərə çatdılar mı sizcə? İsrail təbii ki, istəməzdi dayansın. Davam edəcəkdi. Hələ İrana zərər vurmaq fikrində idi və ona görə könülsüz razılaşdı. Hədəf nədən ibarətdir? Hədəf, dediyim kimi, İranın nüvə silahı olmamalıdır.
İran daxilində nüvə zənginləşdirilməməlidir. İran buna razıdırmı? Hərbə zorba bəyanatlar davam edir. Hələ davam edir. Ancaq Amerika Birləşmiş Ştatlarının İrana vurduğu o ağır zərbə ki 14 bomba atdılar, çox ağır bombalar. Ona qarşılıq olaraq İran Amerika Birləşmiş Ştatlarının deməli bazalarına 14 raket zərbəsi endirdi. Əvvəlcədən xəbərdarlıq elədi. Bəli. Və raketlərin 13-ünü vurub saldılar. Biri də getdi boşluğa düşdü. Yəni görüntü yaratdı ki, mən güya sənə zərbə vururam. Ancaq heç bir zərbə vurmadı. Bir təntənəli ad qoymuşdu həmin o əməliyyata da. İndi də elan edir ki, biz qalib gəldik. Ancaq İranın bu davranışı Amerika Birləşmiş Ştatlarına heç bir ziyan vurmaması bir ümid yaradır ki, bəlkə o şərtləri qəbul eləsin. Eləməsə davam eləyəcək. İran ölkə daxilində uranı zənginləşdirməməlidir. Və təklif də ağıllı təklifdir. Gəlin ərəb ölkələrindən birlikdə eləyin bunu. Niyə dünyanı bu qədər gərginlikdə saxlayırsınız və insanlar ölür? Nəyin xatirinə? Nəyin naminə? Yəni ümid var ki, İran artıq gec də olsa o təklifləri qəbul eləyər. Amerika Birləşmiş Ştatlarına razılığa gələr. Ancaq gəlməsə əməliyyat yəqin ki davam. Yəni həm də İranın gözünü qorxutmaq xarakteri daşıyır da, belə demək olar da rahatlıqla. İran çox son illər görmədiyi fəlakətləri yaşayır. Bəs potensialı nə qədər idi? Yəni belə başa düşdüm ki, İranın raket potensialı kifayət qədər zəngin idi və hətta dedilər ki, o əvvəlki günlərdə biraz lağ predmetinə də çevrildi ki, İran atır, amma 5 saat keçib elə gedib hədəfə çatmayıb, belə deyirdilər. Amma sonra gördük ki, yəni hər halda İsrailin şəhərlərində də bir neçə şəhərləri elə Təl-Əviv başda olmaqla 3-4 şəhərində ciddi şəkildə dağıntılar oldu. Və bu da sıradan bir yəqin ki, raket atışları deyildi. Potensialını, hərbi, belə deyək, performansını necə qiymətləndirdiniz? Mən də təbii ki, ABŞ İsraillə müqayisədə demirəm, amma istənilən halda yəni İranın performansı, yəni belə deyək, həm İsrail, həm ABŞ bunu gözləyirdім sizcə İrandan? Gözləyirdilər. Çünki İranın potensialı məlumdur. İran raket sənayesi sayəsində inkişaf eləmiş ölkələrdəndir. 550 raket atdı, onun təqribən 50-55-i hədəfə çatdı. Bir raketin düşməsi də böyük dağıntılar yaradır. Ancaq etiraf eləmək lazımdır. Həm Amerika Birləşmiş Ştatlarının, həm İsrailin hava hücumundan müdafiə sistemi çox güclüdür. İsrail təkcə vurmadı raketləri, Amerika Birləşmiş Ştatları da ciddi kömək göstərdi. Ona görə həmin o 50-55 raket deməli İsrail ərazisinə düşdü. Dağıntılar var, 30-a yaxın ölən var. Ancaq İran darmadağın elədilər. İranda nə qədər şəhərlər nə vəziyyətə düşdü, Tehran üzrə nə vəziyyətə saldılar. Yox, ilk günündə həm də nə qədər 6 nüvə alim öldürüldü, hərbi elita demək olar ki, tamamilə. 17 alim öldürüblər cəmi. Yəni bu dərəcədə İsrailin və Amerika Birləşmiş Ştatlarının təbii o birgə əməliyyatı idi. İmkanları çox böyükdür. Abdal bəy, əgər tutaq ki, bu müharibə davam etsəydik, yəni ABŞ qəfil belə bir deməli çağırış etməsəydi, dayanın deməsəydi, bu və yaxud əksinə daha çox müdaxiləni artırsaydı, onda nə baş verərdi sizcə? İranı da biz hər halda belə görürdük da. Yəni İrana digər ölkələrin dəstəyi, bayaq dediniz ki, İran tək qaldı da, yəni belə deyirlər. Məsəl üçün Rusiya sözdə amma İranın tərəfində olduğunu bildirdi. Əminəm ki, Çinin də açıqlamaları bu qəbildən idi. Və bu baş verən hadisələr Xarici İşlər Naziri Arakçının Vladimir Putinlə görüşündən dərhal sonra oldu. Və hansısa bir formada bu ölkələrin, bu böyük dövlətlərin, Rusiyanın, Çinin və yaxud Pakistanın, ilk gündən Pakistan da İrana dəstəyini nümayiş etdirdi. Belə deyək də, yəni dünyanı daha belə bir qlobal bir müharibəyə sürüklüyürdümü, bundan ehtiyatlandımı ABŞ, yoxsa Trumpı belə deyək buna vadar edən öz ölkəsindəki, yəni daxili vəziyyət idimi? Çünki New Yorkda da dərhal etirazlar, müharibəni dayandır etirazları başladı. Hətta Trumpın belə dedilər, reytingləri də ciddi şəkildə aşağı düşdü. Nə oldu ki, yəni Trumpı geri çəkilməyə məcbur etdi? Yəni belə baxanda prinsipcə mən inanmıram ki, yəni orada çünki yenə deyirəm fikirlər belədir ki, Fordo bugün MAQATE-nin rəhbərinin də bir açıqlaması vardı. Deyirdi ki, doğrudur hələ Fordonun biz içərisinə gedib girməmişik. Hələ bu xəbərimiz yoxdur. Yəni onun da bir ehtiyatlı mövqeyi var. Hətta hiss olunur ki, yəni o da gizlətməyə çalışır ki, bəlkə doğrudan da yəni Fordoda heç nə
Heç kimin, heç nəyin burnu da qanamayıb. Yox, elə qeyri. Mümkün deyil deyirsiniz. Çox ciddi xəsarət dəyib. Ancaq o xəsarətin miqyasını təbii ki, gedib görüb baxmaq lazımdır. Ən ağır bombalar atılıb ola bilərmi? Üstəlik 19 metr, hətta betonu keçən bombalardır. Siz təsəvvür edin, hətta betonu da keçir. Yəni bunun təsiri təbii ki, kifayət qədər var. Niyə dayandı? Trump o zərbələri indirəndən sonra İrana dedi ki, sən cavab verməsən, dayanırıq. İran da cavab görüntüsü yaratdı, ancaq cavab vermədi. 14 raket attı, heç bir də... Yəni Qətərə atılan cavab görüntüsüydü deyirsiniz. Əlbəttə ki, cavab... Və üstəgəl Amerika ilə razılaşdırılmış. Əlbəttə ki, əvvəlcədən xəbərdarlıq eləmişdi. Yəni, Trump fikirləşdi ki, zərbə vuruldu, İran götür-qoy eləsin, geri çəkilsin ki, çəkildi. İndi lazımdır ki, o şərtləri qəbul eləsin ki, ağıllı şərtlərdir. İranın da maraqlarına cavab verir. Sənə dinç məqsədlərlə nüvə lazımdır, verirlər sənə. Rusiyanın müdaxilə məsələsi. Rusiyanın orada heç bir iştirakı olmadı. Onların bilirsiniz, İranla Rusiya arasında strateji tərəfdaşlıq haqqında müqavilə var. Çox maraqlı bir 4-cü maddəsi var onun. Deməli, öhdəlik götürürlər ki, əgər sənə qarşı hücum olsa, çox maraqlı müddəadır. Sənə qarşı hücum olsa, mən sənə hücum eləyən tərəfində olmayacam. Demir səni müdafiə edəcəm. Öhdəlik götürür ki, İsrail sənə hücum eləsə, mən İsrailin tərəfində olmayacam. Orada belə yazılır. Misal üçün, Koreya ilə imzalanan sənəddə 3-cü maddədə yazılmışdı ki, bir-birinə kömək eləmək öhdəliyi götürürlər və eləyirlər də. Ancaq burada da düşmənə kömək eləməmək öhdəliyi götürülüb. Ona görə Rusiyanın elə bir iştirakı da mümkün deyildi. Üstəlik Rusiya, Ukrayna elə vəziyyətdədir ki, heç kömək eləyəcək halı da yoxdur. Onu da demək lazımdır. Və Putin Trumpa zəng eləyir ki, mən bəlkə vasitəçilik eləyim. Bundan əvvəl Trump özü xahiş eləmişdi. Ki, sən də qoşul bu proseslərə. Ancaq indi deyəndə deyib ki... Sən öz işindən mən. Yox, təqribən o cür ancaq deyib ki, sən mənə Rusiya ilə bağlı kömək elə. Yəni, qutarın bu məsələni. Sən mənə burada lazımsan ki, bir konstruktiv mövqe tutasan. Sən düzdür, gedirsən qabağa. Ancaq kifayət qədər insan ölür. Və bir mövqeyə gəlin, tutaraq bu məsələni. Demək istədiyim odur ki, Rusiya təbii ki, heç bir kömək eləyə bilməzdi və Araqçı ilə görüş də heç nəyi dəyişə bilməzdi. Baxmayaraq ki, dini rəhbər dedilər ki, kömək istəyib. Nə kömək verə bilər sənə? Özü oradan-buradan silah... Şimali Koreyadan əskər falan getirir. Yəni özü elə vəziyyətdədir, sənə kömək eləyəcək durumda deyil. Çinə gəldikdə isə, Çin çox ağıllı dövlətdir, çox ağıllı millətdir bunlar. Və bu ağılın, bu ehtiyatlığın hesabına bu qədər inkişaf ediblər. Çinin əsas ticarət tərəfdaşları Amerika Birləşmiş Ştatları da Avropa İttifaqıdır. Onların xoşuna gəlməyən addım atar mı? Təbii ki, atmaz. Düzdür, İrandan neft alır. Hardasa 2 milyon barel stutkada alacaq. Onu Rusiyadan da ala bilər, başqa dövlətlərdən də ala bilər. İranı əvəz eləyəcək kifayət qədər dövlət tapa bilər. Ancaq Amerika Birləşmiş Ştatlarından Avropa İttifaqını əvəz eləyəcək dövlətlər və yaxud beynəlxalq təşkilatlar tapmaq çox çətindir. Bəs o zaman belə deyək də, bayaq dedim ki, Amerikanın iki nüfuzlu kütləvi informasiya vasitəsi, biri CNN-dir, biri məsəl üçün New York Times-dır. Demokratların deyil nəzarətindədir, ona görə Trump... Ona görəmi? Yəni, hətta belə... Müxalifət mövqeyindədirlər, o da var. O da var. Yəni... Trump şirdir, Trump'ın danışığına yəqin ki, fikir verirsiniz. Dövlət katibim fantastik işlər gördü. Vitse-prezidentim qeyri-adi işlər gördü. Bunlar da biraz xırpın alırlar, deyirlər ki, yavaş. Onlar da lap çalışırlar gözdən salsınlar. Çünki siyasi mübarizə gedir. Və Trump həqiqətən də çox avantürist siyasət yeridir. Hələ indiyə qədər belə prezident olmuyor. Bu dərəcədə dünya meydan oxuyan, ağlına gələni eləyən, misal üçün Zelenski ilə deyək ki, Ağ Evdəki o davranış. Sonra artıq ora gedən prezidentlər əvvəlcədən təlimatlandırırlar ki, özünüzü nə cür aparın. Yəni, belə bir adamla üz-üzəyik biz və bu dünyanın super gücünün rəhbəridir. Ona görə təbiidir ki, istəyərdilər ki, impeachment məsələsini qaldırsınlar. Çünki Konqresin razılığı olmadan, Təhlükəsizlik Şurasının razılığı olmadan belə bir əməliyyat keçirilib. Ancaq dünya bilirsiniz də, cənab prezident də demişdi ki, güc kimdədirsə, o da məsələni həll eləyir. İndi beynəlxalq hüquq işləmir, ona görə reallıq bundan ibarətdir.
Və əziz tamaşaçılar, 700-ə yaxın insan var canlı yayımda. Bir maraqlı xəbər də var. Burada deyirlər ki, hətta zamanında Kennedy İsrailin nüvə proqramına qarşı çıxdığı üçün öldürülüb. Bax, belə bir xəbərlər də indi doğrudur. Bu efirdə yəqin ki, bunu müzakirə etməyəcəyik. Amma zamanında hətta, yəni ki, Kennedy'nin özünün belə İsrailin nüvə proqramına qarşı çıxdığı üçün öldürüldüyü deyilir. Bunu deyən şəxs də deməli, ABŞ Nümayəndələr Palatasının üzvüdür, respublikaçı Marjorie Taylor'dır. O sosial media hesabından belə bir paylaşım edib və İsrailin nüvə proqramına qarşı çıxdığı üçün sui-qəsdə məruz qaldığını iddia edib John Kennedy'nin. Ola bilərmi belə bir ehtimalda? Ola bilərmi zamanda? O qədər ehtimallar var yəni, ki. İsrail bəzən deyirlər ABŞ-ın proksisidir. Ümumiyyətlə bu fikirlərlə razılısınızmı siz? Yox, demək olmaz ki proksisidir, ancaq İsrail Amerika Birləşmiş Ştatlarının NATO'dan kənar birinci müttəfiqidir. Yəni Amerika Birləşmiş Ştatlarının 20-yə yaxın belə müttəfiqi var. Aha. Və bu məsələ qalxanda birinci İsraili qəbul elədilər müttəfiqliyə. Ukraynadır, Moldovadır, Gürcüstandır, illərdir gözləyirlər, ancaq ərəb ölkələrinin çoxunu Amerika özünün NATO'dan kənar müttəfiqi elan edib. Yəni İsrail Amerika üçün çox dəyərlidir. Ancaq demək ki, o proksidir, o biraz mən isə biləm düzgün olmaz. Düzgün olmaz isə. Bəs yaxşı, İranın davranışlarını necə gözləyirsiniz? Baxın, indi ki, bu atəşkəsdən sonra verilən açıqlamalar həm Araqçının dilindən, həm digərlərinin dilindən ki, biz bu proqramı, bu siyasəti davam etdirəcəyik olur. Sizcə nə gözlənilir? Qarşıda nə gözlənilir ümumiyyətlə? Baxın, nəyi davam etdirəcəklər? O məlum deyil. Çünki dünya nüvə silahının əleyhinədir ki, İran nüvə silahı ola bilməz. Bunlar demirlər, biz istəmirik nüvə silahı. Ancaq uranı zənginləşdirmə məsələsində güzəştə getmək istəmirlər. Ancaq istəsələr də, istəməsələr də məcburlar getsinlər. Üstəlik, burada bir şey də var. Bax, sən ziddiyyətə getdin. İsrail sənə zərbə indirdi. Sən ona adekvat zərbə vura bildinmi? Vura bilmədin. 28 nəfər İsrailli öldü. Səndə ancaq 5000-ə yaxındır. Üstəlik. Onlar bunu belə əsaslandırırlar da. Deyirlər, İsraillilər sıçan kimi getdilər, gizləndilər, biz amma meydanlarda olduq. Belə açıqlamaları vardı. Bu dərəcədə rəsmi adamların belə şeylər deməyi, yəni televiziyaları deyirdi, valla televiziyaları belə deyirdi. Niyə görə meydanlardasan? Əgər göydən bomba yağırsa, niyə meydana çıxırsan? Sən xalqını qorumalısan və bu vəziyyət yaratmamalısan. Yaxşı, Amerika Birləşmiş Ştatlarının niyə cavabını vermədin? Bir cavab ver də, 14 raket attın. Biri getdi, harası dəydi mi? Dəymədisə, sən niyə bu yekəxanalıqdan əl çəkmək istəmirsən? Sənin o gücün yoxdur, dayanasan. İndi eləməsən, razılaşmaya getməsən, bir də növbəti hücum təşkil olunacaq. Olacaq deyirsiniz. Şübhə, başqa yolu yoxdur. Trumpın da geri çəkilməyə yer yoxdur. Hansısa bir yol tapmaq lazımdır. Yəni, indi danışıqlar gözlənilir da, yəqin ki, bunlar. Əlbəttə ki, mütləq danışıqlar başlamalıdır artıq. Danışıqlar başlamalıdır və bir nəticə olmalıdır. Və konsorsiuma getmək lazımdır. Sən, yenə də deyirəm, sənə nüvə lazımdır, uran lazımdır, sənə verirlər uranı. Sən ölkə daxilində niyə bunu istəyirsən ki, mütləq burada olsun? Əsası yoxdur, yəni bunun bir izahı yoxdur. Belədir da, dövlətlərin özünü belə qoruma bir güvəndir da, düz deyilmi? İndi biz istəməriz, bizim güvənimiz olsun. Hamımız istəyirik. O güvəni biz də istəyirik, ancaq qonşumuz uranı tutmuş və zənginləşdirəndə. Güya Türkiyə istəmirmi, başqası istəmir. Doğru. Mən də narahatam ki, İran belə getsə, dedilər ki, 3 həftə ərzində nüvə silahı yarada bilər, ancaq təbii bu da şişirtmədir. Kəşfiyyat da dedi ki, 3 ilə. Yəqin ki, orta bir müddətə nüvə silahı yarada bilər. Və mən sizə deyim ki, Amerika Birləşmiş Ştatlarında ümumiyyətlə bir eksperiment aparıblar. Alimlər, gənc alimlər yığıblar və onlara deyiblər ki, siz mətbuatda gedən, kütləvi informasiya vasitələrində gedən, açıq mənbələrdə olan materiallar əsasında nüvə silahı yaradın. Və eksperiment 3 il davam edib, 3 ildən sonra dayandırıblar, görüblər ki, artıq silahı yaratmağın həndəvərindədirlər. Yəni, əgər adi alimlər, o qədər böyük olmayan gənclər 3 il ərzində bu silahı yarada bilərsə, İran üçün təbiidir ki, yəqin Rusiya da müəyyən dəstəyini verər, kömək göstərər. Yəqin ki, gecə 1 ilə yarada bilərlər, əgər imkan verilsə. Ancaq biz istəmirik olsun, Türkiyə də istəmir olsun, başqa dövlətlər də istəmirlər və sən də bizə güvən ver.
Biz də rahat yaşamaq istəyirik. Ona görə sən nəyə görə təkid edirsən ki, mən öz ölkəmin daxilində bunu zənginləşdirməliyəm. Sənə atom elektrik stansiyası üçün lazımdır, verirlər onu sənə. Özün konsorsiumda sən yaradırsan. Sadəcə olaraq ölkə kənarında və ərəb dövlətləri də iştirak edir. Bunun etiraz etməyə bir şey eləmirlər də, izahat versinlər ki, niyə bunu qəbul eləmirlər. Yalnız onu deyir ki, bu bizim qürur işimizdir, biz bundan fəxr eləyirik. Sən nə ilə fəxr edirsən, dağılıb gedirsən ölkən. Siz təsəvvür edin ki, amma hər halda bütün bunlar, belə deyək, demokratiyanın beşiği olan bir ölkə üçün əsas verirdimi? Məsəl üçün danışanda demokratik deyirik. Məsəl üçün o adımı biz atsaydıq, bizə deyərdilər ki, bunlar terrorçudular filanlar. 17 dediniz da nüvə alimi. Yəni bir insanın həyatına qıymaqda, yəni bu bir beyin adamını sıradan çıxartmaq və göz görə məqsədli şəkildə çıxartmaq, öldürmək. Bunun başqa variantı yox idi mu? Hərləyib, fırlayıb getdilər 17 nüvə alimini öldürdülər. Bu, yəni bu demokratiyaya bir zid, daban-dabana zid bir hərəkət deyilmi Abdalib müəllim? Biz burada söhbət edirik də, məsələn bu tərəfləri, belə incə həssas tərəfləri də var. Demokratiya barədə tələblər kiçik dövlətlərə aiddir. Biz eləsək deyərdilər terrorçular, getdilər beyin adamını öldürdülər deyərdilər, eləmi? Əlbəttə ki. Məsələn bu tərəfə heç danışılmır qətiyyən. Adicə hər hansı bir ölkədə deyək ki, bir jurnalisti həbs eləyəndə, yaxud bir sənət adamını tutanda nə cür haykü qalxır. 17 nəfər böyük alimləri öldürdülər. Və üstəlik indən sonra bu nüvə tədqiqatlarına kim yaxın gedəcək? Kim yaxın gedəcək? Heç kim getməyəcək. Yəni elmə də böyük zərbədir. Təbii, onu demək istəyirəm də. Ancaq dünya görürsünüz, susur. Yaxud Putin bəyanat verir, deyir ki, Rus əskərinin çəkməsi ara dəyib sonra bizimdir. Reaksiya var? Yox. Yoxdur. Nə deməkdir ki, Rusun çəkməsi ara dəyirsə ora bizim ərazi? Yaxud Ukrayna deyir bizimdir tam. Çünki deyir biz bir millətik. Denə ki, Rusiya ilə Ukraynandır da, Ukraynalılardır. Niyə deyirsən ki, Ukrayna bizimdir, bir millətik? Yəni bu cür bəyanatlara, bu cür böyük dövlətlərə heç bir görürsünüz, heç bir reaksiya yoxdur. Çox təəssüf ki, dünya zorbaların əlindədir. Onlar nə istəyirlər, eləyirlər. BMT Təhlükəsizlik Şurası toplaşır, danışırlar, nəticə yox. Nəyə lazımdır ümumiyyətlə onda o BMT? İndi deyirlər bunu islahat keçirdik. İslahat keçirdib neyniyətsən? Əgər böyük dövlətlərin veto hüququ varsa, nə istəyirlər onu da eləyəcəklər. Bir vaxtlar Rusiya Amerika ilə razılaşırdı və qərarlar verə bilirdilər. İndi heç demək olar ki, BMT Təhlükəsizlik Şurası heç bir qərar vermir. Təklif edirlər ki, 8 dövlət olsun, ya 9 olsun. Nə dəyişəsidir ki, yenə də Amerika istədiyini eləyir, Rusiya istədiyini eləyir. Veto hüququ varsa bir dənə dövlət bütün bir qurumun işini poza bilir. Ona görə beynəlxalq qurumların fəaliyyətini gücləndirmə ehtimalı da yoxdur. Yenə də güc kimdədirsə, onlar da məsələni həll edirlər və dünyanın siz deyən kimi o demokratiya beşiği sayılan dövlət Putinin dilinlə danışıyor o prezident. Mən Qrenlandiya mənə gəlməlidir, Kanada mənim ştatım olmalıdır. Və Putin nə deyir? O da öyle deyir. Keçmiş Rusiya torbaları. Yəni məntiqlə Azərbaycan da mənim də deyir. Nə bilim, bütün keçmiş SSR. Təsəvvür edin də açıq şəkildə deyir ki, keçmiş Rusiya torpaqlarını toparlamaq mənim missiyamdır deyir. Utanmadan, çəkinmədən deyir. Və heç bir dövlət də dünyada buna reaksiya vermədi. Heç kim. Sən nəyi toparlamaq istəyirsən? Sənin özün 17 milyon kvadrat kilometr ərazin var. Kifayət eləmir. Eləmir də görünür. O belədir. Və əziz tamaşaçılar, əlbəttə keçən həftənin ən belə deyək populyar mövzusu elə Putinin açıqlamaları idi. Həqiqətən də Abdalib müəllim yaxşı həssas bir mövzuya toxundu. Baxmayaraq ki, baxın zaman-zaman Abdalib Səmədov bizim efirimizdə çıxanda deyirdiniz ki, Rusiyanın adamıdır. Görürsünüz, özü açdı bu məsələni və yeri gəlmişkən elə toxunmağınız yaxşı oldu bu məsələyə. Yəni bəlkə də İran da elə ona görə bax elə Rusiya onu niyə elə deyir? Çünki nüvə gücüdür da, nüvə dövlətidir da, düzdürmü? Ona görə bəlkə deyəndə ki, təbii ki, ona görə də İran istəyir ki, nüvəsi olsun, o da sabahlarım elə hərbə, zorba ilə danışsın. Elə dediniz, əlində nüvəsi olsa birinci bəlkə də keçirəcəyi, ötürəcəyi ölkə Azərbaycan idi, onu göndərəcəyi ölkə. Yeri gəlmişkən elə bu proseslərin getdiyi 12 gün ərzində də İran mətbuatı danışdı. Gah dedilər ki, İsrailin raketləri Azərbaycan ərazisindən gəlib deməli Təbrizi vurub. Hətta mən bu qədər iyrənc bir siyasətin də təzahürlərini gördüm. Təbrizi, hansı ki Azərbaycanın ürəyidir, canıdır orada yaşayanlar, Azərbaycana qarşı qaldırmaq istədilər. Yəni bu niyyətlərini də gördük.
Buyurun, deyəcəyiniz var yəqin ki, bununla bağlı da. Yəni İran mətbuatının belə, yəni fürsətçiliyi, dərhal Azərbaycanı hədəfə alması, hansı ki Azərbaycanın mövqeyi ortalıqda idi. Azərbaycanın İsraillə münasibəti var, ola bilər və Azərbaycan neftini hansısa bir ölkəyə satmalıdır, İsrailə satır. Amma mən satdım, məndən çıxdı da, o hansı məqsədə xidmət edir, onun mənə nə dəxli var? Yəni mövqe təxminən doğrudan da bu olmalıdır. Məntiq də bunu deyir. Hər şeydə bunu deyir. O zaman İsrailin, İranın bu davranışları Azərbaycana qarşı etdiyi, bax bunların sizcə nədəni da məni o maraqlandırır ki, niyə bunu edir? Doğrudan bu daxildəki o 50 milyon dediyimiz o insandan qorxur, həqiqətən də. Nədir onun bu hər dəfə belə bir sərsəmləmələri? Təbii ki, qorxu var. İranın parçalanacağından ehtiyat edirlər. Ancaq burada bir şey var da, Azərbaycanı müstəqil dövlət kimi qəbul eləmək istəmir. İstəmir. Hələ də bizə əyalət kimi çox qəribədir ki, son 30 ildə Azərbaycana qarşı ən böyük düşmənçilik eləmiş Ermənistan və Rusiya ilə İran özü əməkdaşlıq eləyir. Ancaq biz İsraillə əməkdaşlıq eləyəndə onu bizə nöqsan tutur. Sənə olar, bizə olmaz. Sən bu məsələni həll eləyə bilsəydin, təbii ki, biz İsrailin heç köməyinə ehtiyac da hiss eləməzdik. Ancaq sən mayın 8-də İranda görüş keçirdin, biz Şuşanı itirdik. Sənin sayəndə, mərhəmətindən. Və heç bir reaksiya da vermədin. Halbuki sən Ermənistana təsir imkanların vardı. Sonraki dövrdə də Ermənistan üçün nəfəslik oldun və biz heç nə demədik. Ancaq biz məcbur olub, çünki İsrailin böyük gücü var. Həm ondan silahlar alırıq biz, həm İsrail beynəlxalq səviyyədə bizi dəstəkləyir. Bizim çox ehtiyacımız var buna. Siz təsəvvür edin ki, İsraillə Türkiyənin münasibətləri pis olmasına baxmayaraq və Türkiyə bizim qardaş dövlət olmasına baxmayaraq yenə də Türkiyə də başa düşür ki, biz İsraillə münasibətlərimizi poza bilmərik, bizim üçün çox vacibdir. Ancaq indi İran hər dəfə tələb edir, deyir ki, Zəngilanda ferma tikib, o ferma deyil, İsrailin kəşfiyyat mərkəzidir. Bir şey yaxşıdır ki, heç olmasa rəsmilər belə bəyanatlarla çıxış eləmədilər. Belə mətbuatda özünə politolog deyənlər, hansı ayrı-ayrı jurnalistlər Azərbaycanı günahlandırmağa çalışdılar. Ancaq əvvəllər də deyilib, indi də Xarici İşlər Naziri bir daha təkrar elədi ki, Azərbaycan ərazisindən İrana qarşı heç kim istifadə edə bilməz. Biz sözümüzün üstündə də durduq. Bundan sonra da başqa fikrimiz də yoxdur. Ancaq İran dəyişmir. Çox təəssüf ki, İran dəyişmək istəmir. Azərbaycanın bu müstəqil siyasətini hətta qardaş Türkiyə də qəbul edir ki, bəzən mövqelərimiz fərqli ola bilər. Baxmayaraq ki, Türkiyənin bizim üçün dəyəri həddindən artıq böyükdür. Heç bir dövlət müqayisə oluna bilməz. Yenə də Türkiyə heç vaxt bizə demir ki, İsraillə münasibətləri pozmaq lazımdır, mən buna etiraz edirəm. Baxmayaraq ki, Türkiyədə də müəyyən jurnalistlər bu cür bəyanatlar verirlər. Ancaq İran hesab edir ki, o nə deyirsə, o da olmalıdır. Ümumiyyətlə, bu özünü böyük sayan dövlətlərdə bir xəstəlikdir bu. Azərbaycan prezidenti də deyirdi ki, bu böyük dövlətlər elə bilirlər ki, onlar nə deyirlərsə biz ona əməl eləməliyik. Amerikada eyni xəstəliyi keçirdir. Rusiyada, indi İranda da görünür ki, o xəstəlik keçmir. Yeri gəlmişkən, dünən bir İranlı deputat idi da, səhv eləmirəmsə, deməli çıxmışdı, danışırdı və Azərbaycanı hədəfə almışdı. Bilməm, onun paylaşımını etmişdilər Telegram kanallarında da. Hətta jurnalist həmkarımız Azər Həsrət də paylaşmış idi. Deməli, o hətta deyirdi ki, Azərbaycanın ərazisini belə vurmaq lazımdır deyirdi. Deməli, bunu açıq şəkildə, bunu çıxır parlamentində, orada-burada danışır. Dünənki informasiya idi, mən tapa bilmədim. Çox təəssüf ki, əlimin altında olmadı. Və mən bir məsələ də maraqlandırdı. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi qapalı iş rejiminə keçdi bu gündən etibarən. Dünəndən hətta yaydılar. Bilirsiniz ki, onların bir bayramı da olmalıydı. O bayram da təxirə salındı və qapalı iş rejiminə keçdi. Sizcə bu, yəni bu ehtiyatlı davranmaq təbii ki, İrana görədir, əlbəttə İrana görədir. Yəni bu açıqlamalar, bu şəkildə bu açıqlamalar, yəni onları qorxudurmu, yoxsa onlar doğrudan da belə düşünürlər ki, İran Azərbaycanı vura bilər. Vura bilərmi sizcə? Yox, vurmaqdan narahatsızlıq yoxdur. Və niyə onlar o qapalı rejimi? Terrordan ehtiyat edirlər. Yox, təbii Azərbaycanı vura bilməz, belə bir şey qeyri-mümkündür. Əsas da yoxdur.
Ancaq o verilən bəyanatlar da ürək bulandıran bəyanatlardır. Hədə qorxu gəlmək, bizi Bakını vurmaqla, yaxud hansı ərazini vurmaqla hədələmək. Amerika Birləşmiş Ştatları terrordan ehtiyat edir və yəqin ki, danışıqlar başlayandan sonra bu məsələlər də həll olunub gedər. Orada baxaq, yəni 5 danışıqdan bir nəticə çıxarmayan, deməli İran və təbii ki, ayrı yol yoxdur. Ayrı yol yoxdur. Ya İran bu ağıllı, özü təklif Amerika Birləşmiş Ştatlarının yox, Omanın təklifidir. Ki, konsorsium yaradaq və hamımız istifadə eləyək. Sən bunu niyə razılaşmaq istəmirsən ki? O da açıq şəkildə deyir ki, mən nüvə silahı yaratmaq istəyirəm. Mən nüvə silahı yaratmaq istəyirəm. Və yeri gəlmişkən dostlar, siz bəyənin və paylaşın. Bir-iki xəbərimi də oxuyacağım. Həm də NATO-nun sammiti keçirilir, bilirsiniz. Rəcəb Tayyib Ərdoğanla Trump'ın görüşü olub. Ərdoğanın Xankəndiyə səfər edəcək bir xəbərləri paylaşıldı. Və yeri gəlmişkən həmin NATO tədbirində həm də Trump'la Zelenski görüşəcəkdilər. Ukrayna prezidenti Volodymyr Zelenski düşməməli olduğu çətin vəziyyətdədir deyə Trump NATO-nun Haqadakı sammitinə yola düşərkən təyyarədə jurnalistlərə açıqlamasında deyib, Trump'ın sözlərinə görə sammitdə Zelenski ilə görüşəcək və ondan əhvalını soruşacaq deyə, baxın, Trump'dan belə bir açıqlama gəldi. Yeri gəlmişkən, deməli, bu İranla İsrail məsələsi Rusiya-Ukrayna məsələsini bir qədər arxa plana saldı. Amma həmin günlərdə də biz Rusiyanın fürsətçiliyini gördük, Kiyevə birbaşa zərbələr indirdi. Yenə də bayaq xəbərlər var idi ki, yenə də hücumlar davam edib və istəyirəm biraz da Rusiya-Ukrayna mövzusu nə qədər deməli ikinci plana düşsə də, amma hər halda dünyanın yenə də ən vacib mövzularından biri olaraq qalır. Nə düşünürsünüz bu müharibə nə ilə nəticələnəcək, necə sonlanacaq və belə deyək də, yəni nə görünür bu yaxın perspektivdə sizcə? Deməli, bu Rusiya-Ukrayna müharibəsinin də hansısa bir məsələdə bir danışıqlar masasına oturulması falan gözlənilirmi? Yoxsa bu da elə sonsuza qədər davam edəcək? Burada da tərəflərin tükəndiyini artıq görürük. ABŞ-ın da mövqeyini görürük, elə Trump'ın açıqlamasını da görürük. Və hətta belə fikirlər var ki, heç Ukraynaya dəstək də hər an dayana bilər. Nə düşünürsünüz bu mövzuda? Əsas dayanır. Biden dövründən qəbul olunan qərarlar icra olunur. Bu Trump gələndən Ukrayna yardımla bağlı heç bir qərar yoxdur və bu gedişlə Trump yardımları dayandırmaq istəyir. İlin sonuna qədər Zelenski sülh sazişinə qol çəkmək məcburiyyətindədir. Və əgər qol çəkməsə, Rusiyanın əl qolu açılır və Trump da bilirsiniz Putinə eyni mövqedədir. Trump da deyir ki... Trump'ın mövqeyi var ki, ümumiyyətlə, Trump var mı sizcə? Yəni gündə bir Putinin dediklərini qəbul edir. Birincisi, Ukrayna NATO'ya üzv olmamalıdır deyir, neytral olmalıdır. Bu Putin əsas tələbidir. İkincisi, işğal olmuş ərazilər geri qaytarılmamalıdır. Bu da Trump bunu da dəstəkləyir. Düzdür, Rusiya deyir ki, yerdə qalan hissəndə mənə verib çıxmalısan, hardasa bir 10.000 kvadrat kilometr ərazi qalıb. Trump hələ şükür ki, bunu demir. Sonra Rusiya tələb edir ki, Ukraynada əskərlərin sayını, texnikanın sayını bir yerdə müəyyən eləməliyik. Buna da hələ Trump reaksiya vermir. Ancaq iki əsas tələbi dəstəkləyir. Bəs Avropanı göz altına almırsınız siz? Bəs Avropa, onlar ki Trump'ın dediyini demirlər. Bax, indi burada bir şey var. Avropa deməsə də Avropanın gücü yoxdur. Trump sammitə gələndə ona 5-ci maddə ilə bağlı sual verdilər. Çünki Avropa qorxur, ömrü boyu Amerikanın yardımı ilə öz təhlükəsizliyini təmin edib. Və 5-ci maddədə də belə bir rəy var ki, bir ölkəyə hücum olsa, bütün ölkələr o həmin dövlətlə müharibə eləməlidirlər. Trumpa sual verdilər 5-ci maddə ilə bağlı. Çünki Trump deyir, mən kömək eləməyəcəm. Dedi ki, sənə onu bir cür yozur. Həqiqətən də heç kim o maddəni də oxumayıblar. Təsəvvür eləyin. Güya ki, orada yazılıb ki, əgər NATO üzvü olan hər hansı bir ölkəyə hücum olsa, digər 31 dövlət onunla bir yerdə vuruşmalıdır. Elə bir şey yoxdur. NATO üzvü olan dövlətlər mümkün yardımı göstərməlidirlər. Hərbi müdaxilə də daxil olmaqla. Ancaq daxil olmaya da bilər. Silah verə bilər, pul verə bilər. Demək istədiyim odur ki, Trump açıq şəkildə deyir ki, siz bugünə qədər mənə ümidli oldunuz, mənim sizi müdafiə eləmək fikrim yoxdur. Üstəlik, Zelenski gəlir mənlə münasibətləri pozur, sonra gedir sizinlə görüşür. İndi burada bir şey də var, Ləman xanım. Ukraynanın
ordusunu təsis eləmək üçün silahın hardasa 50-55%-ni Ukrayna özü ya istehsal eləyir, ya hardansa alır. 25% Avropada, 20% də Amerika Birləşmiş Ştatları. Ancaq Avropanın 25%-nin də 70% Amerika silahıdır. Yəni, özdə ən vacib silahlar. Siz təsəvvür eləyin, hava hücumundan müdafiə sistemidir. Bu məşhur o Starlink şəbəkəsidir. Avropanın belə 2 şəbəkəsi var. Ancaq 2030-cu ildə işə düşəcək. Yoxdur. Avropa əvəz eləyə bilməz bunu. O da olmasa kördülər, yəni heç nə. Döyüşə bilmirlər. Demək istədiyim budur ki, Amerikanın elədiyi o mərmi yardımı olmasa, o deyək ki, müəyyən raketləri verməsə, hava hücumundan müdafiə sistemi olmasa, Ukraynanın dayanmaq şansı yoxdur. Və yaxın bir aya, 2 ayada bu da bitir. Amerika köməkləri bitir. Avropa Amerikanı əvəz eləyə bilməz və eləməz də. Çünki Amerika istəyir və Avropa istəyir Amerika onu müdafiə eləsin. Ona görə Zelenski bu tərslikdən əl çəkməlidir. Basit təsəvvür edin. Müharibə ərəfəsində Zelenskidən bir şey tələb olunurdu. Neytral olmaq. Bir dənə neytrallığı qəbul eləmədi. Rusiya demişdi ki, Donetskdən və Luganskdan çıxıram. 30%-ni tutmuşdu. Oradan çıxıram və təhvil verirəm sənə. Ərazi bütövlüyün təmin olunur, bir Krımı vermirəm. Neytrallıq. Qəbul eləmədi. İndi baxın, görün, 4 vilayətdə gedib 125 min kvadrat kilometr, yəni hardasa Cənubi Qafqaz qədər ərazi işğal olunur. Və davam edir. Rusiya yenə də ağır olsa da, misal üçün, son bir ildə hardasa 6 min kvadrat kilometr irəliyib. 6 min kvadrat kilometr. Amma Rusiya özü də taqətdən düşüb. Təbii düşüb. Hər halda ötən günlərdə onların bir iqtisadi proqnozları var idi və yüksək səviyyədə çıxıb onu müzakirə edirdilər ki, biz özümüz dalana dirənmişik, öyle bir vəziyyəti var. Yəni o ara qədər gedəcək. Bir şeyi etiraf eləmək lazımdır. Bu dalana dirənən Rusiya 2 ildir dalbadal müdaxilə məhsulu 4%-dən artıq artır. Avropa ölkələri 1%, 1%-dən aşağı. Yəni bütün o hərbi relsə keçirdib hər şeyi. Diktatoradır, nə istəyir eləyir və kiminlə istəyir pul alır, kimin istəyir cəzalandırır. Yəni diktatorun dövləti idarə eləməyi çox asandır. Nəinki demokratik ölkələri. Və indiki şəraitdə Zelenski başa düşür ki, Amerika Birləşmiş Ştatları onu dəstəkləməyəcək. Ancaq qol çəkməyə də qorxur. Çünki deyirəm axı, bir neytrallıq şərtinə qol çəkib müharibəni başlamaya bilərdi. Özdə Makron gəlmişdi o təkliflə. Zelenski'dən yaxın dostdur. İndi nə cür qol çəksin? Üstəlik Putin deyir ki, o müddəti keçmiş prezidentdir. Onun əslinə qalsa danışıq aparmaq ixtiyarı var, ancaq qol çəkə bilməz. Belə bir vəziyyətdir. Əgər qol çəkilməsə, Ukrayna torpaqları işğal olunduğuna gedir və Amerika Birləşmiş Ştatları çəkilir. Əgər qol çəkilsə, nə desin qol çəksin? Və kim buna qol çəksin? Belə bir vəziyyətdir. Bəs ABŞ-la imzalanan o sənəd ki vardı mineral ehtiyatlarına bağlı. O sənəd niyə yoxdur? Bəs o Rusiyanın işğal altında olanda o sənəddən Amerikanın götürəcəyi dividend nədir o zaman? Çox maraqlıdır ki, Ukrayna niyə onu imzalatdı tələsik? ABŞ-ın da təkidləri var idi. Şərtləri qoyardın ki... ABŞ-ın da təkidləri var idi. Var idi, mən başa düşürəm, ancaq sən o şərtləri qoyardın ki, sən mənə hansı kömək edirsən? İndi imzaladılar. Bütün demək olar ki, təbii sərvət. Ancaq burada bir məsələ var. Ukraynanın təbii sərvətləri təqribən 26 trilyondur. Onun yarısı artıq Rusiya nəzarətindədir. O işğal olunan ərazilərdədir. Məsələn, onun üçün deyirəm də, yəni Amerika o zaman, yəni artıq o belə deyək də, o münasibətləri Amerika ilə Rusiya çözməlidirlər. Üstəlik Rusiyanın özündə də o deməli nadir yer elementləri kifayət qədərdir və deyir ki, gəl mən verirəm də sənə. Trump da ki, tacir. Kimdən nə götürmək mümkünsə, o gözünün işığıdır. Baxın, əvvəl Böyük Britaniya eləyirdi ilk səfərini, indi Səudiyyə Ərəbistanına getdi. Niyə? Çünki orada trilyonlar var idi. Var idi və sazişlər imzalandı. Çox maraqlıdır, trilyonu da alan kimi İranı vurdu. Yəni demək istədiyim budur ki, Zelenski bu reallıqları başa düşməlidir və özünü düşünməməlidir. Ukrayna torpaqlarının bir hissəsini itirdi Zelenskinin günahından. Çünki o siyasətçi deyil. Deməli, and içmə mərasimində deyir ki, bu vaxta kimi mən sizi güldürmüşəm, komik olub. İndi sizə söz verirəm ki, ağlatmayacağım sizi, ancaq ağlatdı. Ukraynanı darmadağın elətdirdi, əhalinin böyük hissəsi qaçdı getdi, 150 min Ferrari var, təsəvvür edin.
Yəni dövləti gətirdi bu günə saldı. İndi davam eləsə vəziyyət günü-gündən pisləşir. İndi deyirlər ki, indi 4 vilayət istəyirik, sabah 6 vilayət istəyəcək və həqiqətən də Rusiyanın qabağında Trump da durmaq istəmir. Trump Putinlə münasibəti pozmaq istəmir. Zelenski fikirləşir ki, bəlkə onların arasını vura bilər. İkisi də eyni xarakterli adamlardır. Onların arasını vurmaq qeyri-mümkündür. Sən Ukraynanı düşün. Baxın, NATO sammitində iclasa buraxmırlar. Yalnız Şam yeməyində iştirak edəcək, bitdi, bir də Trumpla görüşəcək. Sən axı görürsən münasibəti. Günü-gündən hörmətdən düşürsən, günü-gündən dəstək azalır. Sən hara qədər aparmaq istəyirsən? Mən düşünməlidir və yenə də mən hər dəfə Zelenskinin əlində... NATO-nun üzvü deyil də, sammitdə ona görə iştirak edə bilmir. Yox, bundan əvvəlki sammitlərdə ən şərəfli qonaq kimi otururdu başda. Və mən hər dəfə deyirəm, biz Ukraynanı müdafiə eləməliyik, çünki Rusiya bizi də hədələyir. Ancaq Zelenskini müdafiə eləməməliyik, sabah Azərbaycanda da bir Zelenski çıxa bilər. Zelenskilər bütün dövlətlər üçün təhlükədir. Çünki yetişməmiş siyasətçidir. Bunlar komikdən nə siyasətçi ola bilər? Gətirdilər, seçdirdilər. Trump da filmə çəkilmişdi, Abdalıb müəllim. Siyasətçi deyilmi indi? Bax, dünyanı, nə bilim, Reagan'ı da bir komik olmasa aktyoru idi hər halda. Bu məsələlər də həmişə müzakirə olunur ki, dövlətlərin başında duran ən ciddi, belə deyək, özə nəhəng dövlətlərin başında duran adamların əksəriyyəti kinodan, oradan, buradan gələndir. Niyə biz Zelenskiyə belə baxaq, tutaq ki, Reagan'a baxmayaq, nə bilim, Trump'a baxmayaq? Əməllərinə görə. Yəni o zaman peşəni məncə qatmayaq da. Yox, istisnalar var. Ancaq çox deyil. Reagan istisnadır. Mən hesab eləmirəm ki, Trump çox uğurlu prezidentdir. Mən inanmıram ki, onu çox hesab eləyən adam da olsun. Yəni göz qabağındadır ki, avantüristdir bu adam. Ancaq o aktyor deyildi də. İndi arada Jirinovski kimi o da şovlara da çəkilirdi, iştirak edirdi. Ancaq Zelenski bu komik olub və ən əsası odur ki, yetişməyib. Dövlət idarə edəcək səviyyədə deyil bu adam. Yəni, siz təsəvvür edin, Almaniyanın kansleri gedir, Ağ evə əvvəlcədən hazırlıq görür ki, mən Trumpla nə cür danışım ki, orada dava düşməsin. Sən ki, burada dava salırsan. Sən ki, burada əlində qoyununa qoyubsan, belə meydan oxuyursan. Sən müharibənin içində olan dövlətin rəhbərisən. Lap xətrinə dəyilsə də, lap sənə qarşı hörmətsizlik olunsa da, sən dözməlisən dövlətin üçün. Ona görə mən hesab edirəm ki, Zelenskidən Ukrayna nə qədər tez xilas olsa, yaxud bir başqa bir yol tapsa, bəlkə parlamentin sədri də qol çəkə bilər, o qədər daha yaxşı olardı. Ancaq ehtimal var ki, bu ilin axırına qədər uzun ola bilər. Və deməli 50 dəqiqə danışdıq əziz tamaşaçılar, 50 dəqiqəni də keçik, amma bir sualım da yenə İran mövzusunda qayıtmaq istəyirəm. Çünki deməli belə fikirlər var ki, bu 12 günlük müharibə İranı kifayət qədər zəiflətdi. Çünki xeyli hərbi potensialını itirdi, hərbi elitasını itirdi, nüvə alimlərini itirdi, siyasəti kifayət qədər yumuşalmalıdır, o cümlədən Azərbaycana qarşı. Çünki Azərbaycan da hava məkanı, belə deyək, ona belə xidmət etmədi, yəni İsrail raketlərinə, filanlarına, yəni bunu görən gördü. Azərbaycanla bağlı onun siyasətində hansısa bir dəyişiklik gözlənilir ümumiyyətlə İranın? Olmalıdır. Olmalıdır, başqa yolu yoxdur. İndiyə qədər tutulan xət İrana heç nə vermədi. Və üstəlik yanlış olduğu da göz qabağındadır. Və Pezeşkanın səfəri də, bundan əvvəlki o həlak olan prezident də çalışırlar münasibətlər düzəlsin, başa düşürdülər ki, başqa yol yoxdur, ancaq bilirsiniz ki, İranda prezidentlərin də o qədər böyük səlahiyyəti yoxdur. Hardasa baş nazir səviyyəsində səlahiyyətləri var. Ancaq hesab edirəm ki, artıq dini rəhbər də bu reallıqları başa düşür. Yəni ölkə demokratikləşməli deyirsiniz ki, hər halda. Qeyri-mümkündür. Mümkün deyil deyirsiniz. Bu rejimin demokratikləşməsi qeyri-mümkündür. Rejimi dəyişmək Amerikanın özünün də marağında olmadı mı sizcə? Yox, görürsünüz, axıra qədər getmədi. Yəni Xamneyini öldürsəydilər sizcə orada nə baş verə bilərdi? Başqa bir dini rəhbər istəyirlər. Eləmi? Xalq istəməlidir bunu. Xalqdakı hələ görünür, o qədər istəmir. Xalqı, bəli, fikir verdinizmi? Yəni, təbii ki, indi ölkəsinə hücum olan ölkənin adamları hücuma qarşı birləşməlidirlər. Yəni, xalq həmin günlərdə özünü məncə yaxşı apardı. Bəli, Rıza Pəhləvinin nəvəsi də ortaya çıxdı. Müəyyən dairələrdə ümid yaratdı ki, bəlkə müxalifət artıq hakimiyyətə gələ bilər, ancaq alınmadı. Bu dəfə alınmadı. Bəlkə İran danışıqlardan qaçsa, növbəti zərbələrdən sonra... Hətta gətirə bilərlər deyirsiniz. Tamamilə mümkündür. Çünki
İran yola gəlməlidir. İran ağlın yolunu tutmalıdır və bu razılaşmanı imzalamalıdır. Əks halda baxın, İran 2018-ci ildən sanksiyalar altındadır, 7 il keçib. Hələ 2018-ci il səviyyəsinə sata bilməyib iqtisadi göstəricilər. O qədər ziyan dəyib. Bütün o zavodlarını dağıtdılar. Ballistik raket istehsal edən müəssisələr dağıdıldı. Həm hərbi qüdrətinə çox böyük zərbə dəydi. Həm iqtisadiyyata çox aşağı, yəni sən bu milləti qırmaq mı istəyirsən? İran kimi dövlət, 80 milyonluq dövlətin ümumdaxili məhsulu 500 milyard olmamalıdır. Biz indədən şikayət edirik ki, Türkiyə niyə inkişaf eləmir? Ancaq 1 trilyondan artıqdır Türkiyənin ümumdaxili məhsulu. Yəni İran onsuz da bu rejim kifayət qədər geri salıb. Bundan sonra heç onu da düşünsünlər. Təşəkkür edirəm Abtalib müəllim. Çox sağ olun maraqlı söhbətə görə. Abtalib Səmədovla əziz tamaşaçılar gündəmi dəyərləndirdik. Sizdən isə ricam verilişimizi bəyənin və paylaşın. Lav TV-yə abunə olmağı da yaddan çıxarmayın. 301 min olduq dünən. Sizin dəstəyinizlə daha da inşallah artacağıq. Salamat qalın, görüşənə qədər.